Salam müəllimlər, mən Bakı Peşəkarlar Akademiyasının texnologiya müəllimi Əfəndiyeva Ayşən. Bugün sizə 8-ci sinif texnologiya dərsindən dekorativ tətbiqi sənət ağac üzərində oyma mövzusunun izahını verəcəm. Keçək müəllimlər mövzumuza, deməli, dekorativ tətbiqi sənəti nədir müəllimlər? Dekorativ tətbiqi sənət incəsənətin geniş yayılmış sahələrindəndir. Necə müəllimlər, geniş yayılmış sahələrindəndir. Bəs ağac üzərində oyma nədir? Ağac üzərində oyma ağacın bərdi işlənməsidir. Nədir müəllimlər? Ağacın bərdi işlənməsidir. Belə işləmə zamanı naxış məmulatın üzərinə nəyin vasitəsilə salınır? Balta, bıçaq, kəski, iskənə və başqa alətlər vasitəsilə, yəni başqa oxşar alətlər vasitəsilə salınır. Ağac üzərində oymanın hansı növləri var müəllimlər? Ağac üzərində oymanın deməli 8 növü var müəllimlər. Kəsmə ilə oyma, bıçqılama ilə oyma, daha sonra müstəvi qalıqlıqlı oyma, həndəsi oyma, kənar xətt üzrə oyma, qövsvarı oyma, yastı relyefli oyma və qabarıq relyefli oyma. Neçə növü oldu müəllimlər? 8 növü oldu. Kəsmə ilə, bıçqılama ilə, müstəvi qalıqlıqlı, həndəsi oyma, kənar xətt üzrə oyma, qövsvarı oyma, yastı relyefli oyma və qabarıq relyefli oyma. Müstəvi qalıqlıqlı oyma özü 2 yerə bölünür müəllimlər. 2 yerə bölünür, yəni həndəsi oyma, birincisi gəlir həndəsi oyma, ikincisi isə kənar xətt üzrə oyma. İkincisi nə oldu? Kənar xətt üzrə oyma. 2 növü oldu, müstəvi qalıqlıqlı oymanın 2 növü oldu, həndəsi oyma və kənar xətt üzrə oyma. Keçək hər birinin ayrı-ayrılıqda izahlarına baxaq müəllimlər. Birinci gəlir kəsmə ilə oyma. Kəsmə ilə oyma nədir müəllimlər? Ağac üzərində yerinə yetirilir. Bildiyimiz kimi ağac üzərində yerinə yetirilir. Belə oymada salınan təsvirin elementləri bir-biri ilə əlaqəlidir və fon əvəzinə çərtiklərlə əhatə edilir. Burada bizim açar sözümüz bir-biri və çərtiklər sözü olacaq. Kəsmə ilə oymada iki tərəfi açıq deşiklər nəyin köməyi ilə? Kəskilərin və iskənənin köməyi ilə salınır. Baxın müəllimlər, kəsmə ilə oyma deyəndə bir yadımıza ağac şəkli gəlir. Yəni ağac təsviri gəlir. Şəkillər düşmür, amma qoydum ki, birdən düşə bilər. Ağac bir də deməli quş təsviri gəlir. Ağac və quş təsviri gəlir. Deməli, bu kəsmə ilə oyma oldu. Nə oldu müəllimlər? Ağac üzərində yerinə yetirilir. Belə oymada salınan təsvirin elementləri bir-biri ilə əlaqəlidir. Fon əvəzinə çərtikləri əhatə edir. Nəyin vasitəsilə salındı? Kəskilərin və iskənənin köməyi ilə salındı. Keçək ikinci oyma növdən müstəvi qalıqlıqlı oyma. Müstəvi qalıqlıqlı oyma düz səth üzərində baxın. Müstəvi və düz səth. Müstəvi səth necə olur? Düz olur, düzdürmü? Düz səth üzərində müxtəlif formalı qalıqlıqların oyması ilə yerinə yetirilən bir oyma üsuludur. Müstəvi qalıqlıqlı oymanın dedik ki, 2 növü var. Həndəsi oyma və kənar xətt üzrə oyma. Bayaq bunlar haqqında məlumat vermişdik. Keçək bıçqılama ilə oymaya. Bıçqılama ilə oyma zamanı əməliyyatlar kəsmə ilə oymada olduğu kimi yerinə yetirilir. Fərq yalnız ondadır ki, burada bəzi sahələr bıçqı və lobiskin köməyi ilə kəsilir. Bıçqı və lobiskin köməyi ilə kəsilir. Müstəvi qalıqlıqlı oymanın müəllimlər dedik 2 növü var. Hansı vardır? Bir həndəsi oyma, bir də kənar xətt üzrə oyma ilə. Həndəsi oyma nədir? Ağac üzərində oymanın çox qədim üsuludur. Həndəsi çox qədim, belə yadımızda saxlayırıq. Çox qədim üsuludur. Bu oymada təsvirlərə müxtəlif kombinasiyalarda həndəsi forma verilir. Belə oyma çəpinə bıçaq və yarımdairəvi iskənə ilə düz xətli və qövsvarı elementlər şəklində salınır. Həndəsi oymanın da özünün müəllimlər 3 elementi var. Elementlərin hansıları? Üçbucaq, kvadrat, çevrədən ibarət. Hansı elementlərdən? Üçbucaqdan, kvadratdan və çevrədən ibarət. Baxın, təsvirdə də göstərilir üçbucaq, kvadrat və çevrədən ibarətdir. Sonra keçək növbəti oyma növünə bəzəkli oyma. Bəzəkli oyma nədir? Naxışın qabarıq kəsmə və bıçqılama ilə oyulmasıdır. Bəzəkli oymanın müəllimlər digər adı da var. Ona həm də deməli şəbəkə. Bəzəkli oymanın digər adı da var, ona həm də şəbəkə oyma da deyilir. Sonra gəlir kənar xətt üzrə oyma. Müəllimlər, kənar xətt üzrə oymanın köhnə kitabda adı kontur üzrə oymada gedir. Birdən olar ki, kənar xətt verməz, kontur üzrə verər, ona görə çaşmayın. Kənar xətt üzrə oymanın, oymanın ən
sadə oyma növüdür. Onun yeganə elementi qanovcuqlardır. Nədir müəllimlər? Qanovcuqlardır. Belə qanovcuqlarla oyma hamar səth üzərində yerinə yetirilir. Seçilən istənilən növündən asılı olaraq qanovlar yarımdairəvi olur, bir də üçgünc alına bilər. Yarımdairə və üçgünc alına bilər. Xətlər üzrə oyma təsvirin konturunun dayaz oymaqla yerinə yetirilməsidir müəllimlər. Əsasən çiçəkdir, yarpaqdır, quşdur və heyvan təsvirlərinin salınması üçün istifadə edilir. Təsvirin, bunu yadımızda saxlayırıq, bax bir çox testlərdə düşür. Təsvirin eni və uzunu eyni ölçüdə olan qanovlarla yerinə yetirilir. Amma bəzən qanovların ölçüsü də dəyişə bilir. Sonra keçirik müəllimlər növbəti oyma üsuluna, qövsvarı oyma, yəni dırnaq şəkilli oyma. Nədir qövsvarı oyma? Nəyə görə dırnaq şəkilli oyma deyilir? Qövsvarı oyma əsas elementi nədir? Qövsdür. Yadımızda belə saxlayırıq, açar söz kimi əsas elementi qövsdür. Nəyə görə dırnaq şəkilli oyma deyilir? Zahirən dırnağın istənilən yumşaq material üzərində qoyduğu izə bənzədiyinə görə ona dırnaq şəkilli oyma deyilir. Baxın, dırnağa oxşayır. Deməli, hamar səth üzərində yarımdairəvi çapıqdır. Burada yadımızda saxlayırıq, əsas elementi qövsdür, daha sonra dırnaq şəkilli oyma adlanır və yarımdairəvi çapıq. Əsas elementi yarımdairəvi çapıqdır. Daha sonra növbəti mövzumuza gəlirik, yastı relyefli oyma. Növbəti oyma yastı relyefli oymadır. Hər hansı təsvir eyni. Açar sözümüz eyni səthdə oyularaq salınır. Yastı relyefli oyma necə oldu müəllimlər? Hər hansı təsvir eyni səthdə oyularaq salınır. Burada şəkilə diqqət edirsiniz. Bir çox testlərdə bu şəkil verilir və sual verilir ki, hansı oyma növünə aiddir. Baxın, şəkildə nədir müəllimlər? Şəkildəki deməli, Hüseyn Cavidin ev muzeyinin emblemi. Hüseyn Cavidin ev muzeyinin emblemi. Sual düşə bilir ki, şəkildəki hansı oyma növünə aiddir? Hüseyn Cavidin ev muzeyinin emblemi müəllimlər yastı relyefli oyma növünə aiddir. Gəldik növbəti oyma növümüz qabarıq oyma. Növbəti və sonuncu oyma qabarıq oyma. Qabarıq oyma növü onunla xarakterizə olunur ki, müəllimlər bu relyef təsviri qismən və yaxud da ki, tamamilə fondan ayrılır. Beləliklə buna heykəl görüntüsü verilir. Nə? Deməli, heykəl. Deməli, heykəl görüntüsü verilir. Bir dəqiqə müəllimlər. Baxın, burada da qeyd olunur. Heykəl görüntüsü yaradır. Hamar səth üzərində bir tərəfli təsvirdən fərqli olaraq qabarıq oymada təsvir hər tərəfli işlənir. Ona görə nəyə görə? Çünki heykəl görüntüsü verir axı. Heykəl görüntüsü verdiyinə görə təsvir hər tərəfli işlənir. Qabarıq relyefli oyma ağac üzərində oymanın ən çətin. Baxın müəllimlər, ən çətin növüdür. Bu sənət növü sənətkardan təsvirin qabarıq görüntüsünü yaratmaq bacarığı, mənzərəni uzaqdan görmə qabiliyyətini tələb edir. Bir də nisbət saxlama qabiliyyətini tələb edir. Baxın müəllimlər, belə bir qeyd edəcəm. Deməli, ən sadə dedik, ən sadə. Ən sadə hansına aid idi? Ən sadə deməli, kənar xət üzrə, yəni kontur üzrə oyma idi. Düzdürmü? Kontur. Sonra dedik, ən qədim. Ən qədim hansı oldu? Deməli, həndəsi oyma. Həndəsi. Burada da deyir ki, ən çətin. Baxın, bunları açar söz kimi belə yadınızda saxlayın. Ən çətin. Ən çətin. Nəyə görə? Heykəl görüntüsü yaratdığına görə ən çətin oyma növüdür. Deməli, hansı oymaydı? Qabarıq. Qabarıq relyefli oyma. Deməli, ən çətin oyma növü oldu. Sonra gəlirik müəllimlər, davam edirik mövzumuza. Baxın, heykəl görüntüsü yaradıb. Qabarıq relyefli oymaya aiddir, heykəl görüntüsü yaradıb. Sonra gəldik, oyma üçün ən yaxşı material nədir müəllimlər? Oyma üçün ən yaxşı material cökədir, ağcaqovaqdır və qızılağac oduncaqlardır. Belə yadımızda saxlayırıq. Dəqiqə, qaç. Qaç. Qızılağac, ağcaqovaq və cökə kimi yadımızda saxlayırıq. Qaç hərflərini, qaç sözü ilə yadımızda saxlayırıq. Qızılağac, ağcaqovaq və cökə ağaclarının oduncaqlardır. Nəyə görə? Çünki bu ağacların oduncağı hamar və möhkəmdir. Bu oduncaqlardan olan oyma nümunələri davamlıdır, əyilmirlər və qabarmırlar. Növbəti gəlir, çox incə və dəqiq oyma işləri üçün müəllimlər. Çox incə, baxın, o sözü var burada, o sözü.
Çox incə və dəqiq oyma işləri üçün toz ağacı. Baxın, çoxun ikinci hərfi O-dur, toz ağacının ikinci hərfi O-dur. Belə yadımızı saxlayırıq. Çox incə və dəqiq oyma işləri üçün toz ağacı oduncağı da olduqca qiymətli xammal hesab edilir. Onun üzərində oyma bir qədər çətin olsa da, oyma zamanı çatlamır və bütün istiqamətlərdə işləmək üçün yararlıdır. Sonra gəldik müəllimlər, alma, armud, ağcaqayın ağaclarının oduncağı. Nəyə görə? Oyma işləri üçün əvəz edilməzdir. Nəyə görə müəllimlər? Çünki oduncaq sıxlığına görə fi sümüyünə bənzəyir. Baxın, A. Fi sümüyü deyəndə 3A hərfini yadımızda saxlayırıq. Armud, ağcaqayın və alma ağaclarının oduncağı deməli, əvəz edilməz oduncaqlardır. Nəyə görə? Fi sümüyünə bənzədiyinə görə. Baxın, burada qısa bir qeyd yazmışam. Ən yaxşı material deyəndə, dedik, qat sözünü yadımızda saxlayırıq. Cökə, ağcaqovaq və qızıl ağac. Çox incə və dəqiq deyəndə O və O, toz ağacı. Çox incə və dəqiq deyəndə toz ağacı. Nəfis oyma deyəndə almadır, A-ları yadımızda saxlayırıq. Almadır, armuddur və ağcaqayındır. Belə müəllimlər, bu mövzumuz bu qədər. Sonra gəlirik biz sizə 5 dənə mövzu sualları hazırlamışam. Suallara baxırıq. Ən sadə, birinci sualımız ən sadə oyma növüdür. Onun yeganə elementi qanovcuqlardır. Belə qanovcuqlarla oyma hamar səth üzərində yerinə yetirilir. Baxın müəllimlər, bayaq qısa qeydlər elədim. Ən sadə, ən çətin və ən qədim. Ən sadə hansına aid idi? Ən sadə oyma kənar xətt üzrə oymaya aid idi. Yeganə elementi nə oldu? Qanovcuqlar oldu. Yeganə elementi qanovcuqlardır. Sonra gəldik ikinci sualımıza. Əsas elementi qövsdür. Hamar səth üzərində yarım dairəvi çapıqdır. Adından da görünür elə. Qövsvarı oymaya aid deyil. Bu qövsvarı oyma. Düzgün cavab D variantı. Növbəti sualımıza baxırıq. Belə oymada salınan təsvirin elementləri bir-biri ilə əlaqəlidir. Fon əvəzində çəltikləri əhatə edir. Bir-biri və çəltikləri sözü hansı oyma növündə idi? Əlbəttə ki, kəsmə ilə oyma növündə idi. Gəlirik dördüncü suala baxırıq müəllimlər. Ağac üzərində oymanın çox qədim. Baxın, bayaq dedim, çox qədim üsulu, ən sadə növü, ən qədimi və ən çətini. Deməli, çox qədim, ən qədim üsul hansı oymaya aid idi? Əlbəttə ki, bu həndəsi oymaya aid idi. Növbəti suala baxırıq. Düz səth üzərində müxtəlif formalı qanovcuqlarla yerinə yetirilir. Düz səth üzərində müxtəlif formalı qanovcuqların oyması ilə yerinə yetirilən oyma üsuludur. Düz səth dedik, hansına aid idi? Düz səth hansı oyma üsulunun açar sözü idi? Əlbəttə ki, müstəvi qanovcuqlu oymanı, müstəvi düz səth. Belə müəllimlər, bu mövzumuz bu qədər. Növbəti videolarda görüşənədək. Qeyd edim ki, noyabr ayı üçün əyani və onlayn qruplara qeydiyyat hələ də davam edir. Sağ olun, sağlıqla qalın.